Mövlana dünya görüşündə mistik dərinliklər mövzusunda bir neçə söhbət etdik və mənim fikrimcə Mövlananın müxtəlif əsərləri var da, ən güclü əsəri Divan-ı Şəms əsəridir. Burada qəzəllər, şeirlər toplanmışdır və Divan-ı Şəmsin içərisinə baxanda müxtəlif qəzəlləri gözdən keçirəndə onların məna dərinliyini, məna güclülüyünü bir-birlərindən fərqləndirmək çox çətindir. Yəni bir qəzəl görürsən ki, bu ən güclü qəzəl budur. Sonra görürsən ikincisi daha gözəl, daha dərinliklər, daha güclü mənaları özündə ehtiva edir. İndi bir neçə qısa söhbət etmişik bu haqda. Ancaq bir qəzəl haqqında söhbət etmişik. Beytlər mən oxumuşam və hələ ki bura qədər mənim fikrim budur ki, Mövlananın bütün əsərləri içərisində Divan-ı Şəms, Şəms divanı ən güclü əsərdir. Və Şəms divanının içərisindəki qəzəllər, şeir formaları içərisindən ən güclü qəzəl bu oxuduğumuz qəzəldir. Yəni burada Mövlana demək olar ki, əxlaqın, mistikanın, fəlsəfənin bütün əsaslarını bir araya gətirə bilir və onları daha maraqlısı budur ki, bir-biri ilə uzlaşdıra bilir və həyatımıza uyğun bunlardan bir nəticə çıxarıb bizə təqdim edə bilir. Burada bu beytdə, oxumaq istədiyim beytdə maraqlı bir əsaslı, fundamental məsələ gündəmə gətirilir. Biz söhbətlərdə də başlıq olaraq Mövlana dünya görüşü mövzusunu gündəmə gətirmişik. Mövlana dünya görüşünü tanımaq üçün və yaxud digər dahilərimizin hər hansı birinin biz dünya görüşünü, düşüncəsini, təfəkkürünü öyrənmək üçün ilk olaraq müəyyən qədər dünya görüşü anlayışının nə olduğunu bilməliyik. Dünya görüşü, yəni insanın dünyaya, varlığa baxışı deməkdir. İnsan özü, dünya və dünya ilə, varlıq ilə yaradılmışlarla münasibət. Belə bir qısa yazıda mən bunu belə qeyd etmişdim ki, insan, cahan, qəbristan. Yəni bunu müəyyən ədəbi incəliklərə, gözəlliklərə riayət etmək istəsək də belə qeyd edə bilərik. Yəni sənin fikrin nədir? Nə haqqında? İnsan haqqında, cahan haqqında, qəbristan haqqında. İndi mən bunu belə ad qoymuşam. Qəbristan, elə buradan başlayayım izaha. Qəbristan nə deməkdir? Yəni bu cahandan başqa bir cahan varmı? Paralel dünyalar, nə bilim kvant fizikasının hökm sürdüyü digər bir dünya və yaxud axirət aləmi, ruhlar aləmi, qeyb aləmi. Bunu bizim önümüzə qoyan, bu məsələdə bizi düşünməyə vadar edən, məcbur edən, təkidli şəkildə məcbur edən bu qəbristandır. Hər bir insanın qəbristana seyri düşür, yanından ötür, qəbristana daxil olur. Ata-babalarımız, qohumlar, nəsil oradan dəfn olunublar, böyüklər orada dəfn olunublar, onları ziyarətə gedirik. Qəbristan bizə bu sualı verir ki, bu insanlar, indi qəbristanlıqda bastırılanları biz bugünə kimi saymayıblar. Düzdür, statistikalara baxsaq, oradan onu çıxartmaq olar. Necə ki, yer kürəsinin əhalisi bilinir nə qədərdir? 5 milyar nə qədər təqribən. Hazırda yer kürəsində olan qəbirlər də nə qədərdirsə, onun da statistikasını çıxarmaq olar. Köhnə qəbirlər var, üzərində məhv olduqdan sonra yeni dəfinlər olan qəbirlər var. Bu qədər sayda dünyadan köçmüş insan, düzdür, dünyadan köçənlər də qeyd olunur da, o da öz statistika idarələrində qeyd olunur. Nə oldu ki, bunlar gəldilər, yaşadılar, yaratdılar, bir qatqı verdilər və getdilər. Hara getdilər? Biz oturmuşuq, təsəvvür edin, bir orta otaqda, ön otaqdan biri gəlir, həm söhbət olur, sən ona, o sənə bağlanırsınız bir-birinizə və sonra gedir yan otağa. Sən qalmısan burada. İndiki biz öz zamanımızda bunu belə təsəvvür edə bilərik. Hər bir insan öz ömründə özünü orta otaqda görür. Orta otaq. Ön otaqdan biri gəlir, sonra gedir yan otağa. Bəs bu orta otaqdan başqa otaqlar varmı? Qəbristan, yəni bizim bu dünyadan başqa dünyanın olmağı sualı
bunu maraqlanırıq və hər kəs müxtəlif cür buna cavab verə bilər, hər kəs bunu araşdıra bilər. Qalanları nə idi? Dünya görüşünə daxildir. İnsan, bir də cahan. İnsan nədir? İnsana sən necə baxırsan? Bir kitabda oxumuşdum, bir filosofun dilindən. Qeyd eləmişdi ki, hər hansı bir məktəblə, hər hansı bir ideologiya, nəzəriyyə ilə maraqlansan, görürsən ki, nəzəriyyələr var, hər biri iddia eləyir, məktəblər, ideologiyalar, hamısı da iddialara əsas budur ki, ey insan, mən səni xoşbəxt edirəm. Gül, bağ, bağça, səadət, xoşbəxtlik. Nə ki, hər məktəb, hər danışan şəxs deyir ki, mən xoşbəxtliyin yollarının, uğurun yollarını çatdırıram. Bir filosof belə yazmışdı kitabında. Yazmışdı ki, birinci ona verilən fundamental suallardan biri budur ki, denən sən insana necə baxırsan? Gör o insana necə dəyər verir? İnsana hansı potensialla baxır? İnsanda nə potensial var? İnsanın yaşayıb yaratmaq məhdudiyyətini sən nə dərəcədə qəbul edirsən? İnsan yarada bilərmi? Ucala bilərmi? İnsan torpağa batmışdır, yer üzərindədir, yoxsa göy üzərindədir? İnsan nə ola bilər, nə ola bilməz? İnsan haqqında fikrin nədir? Və cahan. Cahan, yəni bu dünya. Yəni bu ağaca yanaşmaq, yarpağa yanaşmaq, ota yanaşmaq, göydəki ulduzlara baxmaq, heyvanların qarşısında məsuliyyət, münasibət, təbiətin qarşısında. Qısa və lakonik şəkildə demək istəsək, dünya görüşü budur. Cahan, insan, qəbristan.